Ayaqları keyir, uyuşur. Belindən ayaqlarına doğru ağrı gəlir. Və hətta bir neçə müraciətlərin içərisində artıq onurğada kiçik ölçülərdə bel yırtığı, protruziyaların yarandığını da görür. Səbəb ondan ibarətdir ki, onurğada artıq kalsium yoxdur. Dostum, kalsium olmadığına görə də sümük kövrəkləşir. Ona görə vaxtında bel ağrılarının, ayaqlarda keylik uyuşmanın, qığırdaqlarda yelmənin qarşısını almaq üçün sizə təklif edirəm bu üçlü proqramı. Məhsullar hər biri təbii məhsullardır. Gördüyünüz iyonlaşmış kalsium sintetik tərkibi olmayan, təbii xammaldan alınmış iyonlaşmış kalsiumdur. Yəni, digər orqanların heç birinə çöküntü verməyəcək. Birbaşa onurğaya sovrulacaq. Sinir örtüklərində qidalanmanı bərpa eləmək üçün sink mineralını qəbul etmək lazımdır. Qeyd edeyim ki, məhsul sink laktatdır, yəni sovrulma və mənimsənməsi sürətlidir. Əzələ zəifliyiniz varsa, ayaqlarda tez yorulma halları varsa, təbii D vitamini tərkibli, yəni kalsiumdan bunlar anabaladdır, bunları ayırmaq olmaz. D vitamin tərkibli spirulina ilə yanaşı qəbul eləyin. Bu üçlü proqram diz oynaqları, sümük oynaq problemləri, osteoxondroz, bel ağrılarınızın vaxtında qarşısını alacaq və təbii məhsullardır, qeyd edirəm, dərman vasitəsi deyil. Səhifədəki nömrə ilə əlaqə saxlayın. Bütün aptekləri idi. Yox.